Deməli belə, yağışlar yağandan sonra Suraxanı rayonu Dədəqorud qəsəbəsində ekstrem həyat başlayır. Baba küçəyə baxın. Bütün palçıq. Nə gündə. Bir dənə yağış yağıb dünən. Həyat dayandı. Əsl ekstrem başlayır bundan sonra. Burada yaşayan insanlar, maşınla qeyib gələnlər, ayağla qeyib gələnlər. Görün məhəllə nə gündədir. Bu off-road sürən maşınlar var, qardaşlar. Neyiniz qeyb dağa daşa çıxırsınız? Gəlin bura, Suraxanı rayonu Dədəqorud qəsəbəsi. Maşın avcı sürün da burada, bir də rayonlara gelirsiniz, dağlara, daşlara çıxırsınız. Bir də görürsünüz, həyatdır da baba, ekstrem buradadır. Gəlin bura, maşın avcı bu palçıqda sürün. Dünən bir dənə ağ gedən maşın yerdə, dünən bir dənə axşam çeşka orada batmışdı. Gəl baba, buksavat deyir, gedə bilmir. Zorla zora. Bayaq da bir dənə qardaş gəldi, girdi içəri, yarıya kimi getdi, qayıtdı. Kesə bilməyəcək oradan, batacaq. Halbuki 6 ildir mən burada şikayət edirəm. Məndən də qabaq nə qədər burada vətəndaşlar şikayət edirdi. Ki, buranın asfalt örtüyü yoxdur. İnsanlar əziyyət çəkir. Standart cavablar da odur ki, hər bir şikayətdə cavab gəlir ki, baxılacaq, layihədə var, amma bu layihə nə vaxt olacaq, Allah bilir. 6 ildir mən şikayət edirəm, məndən də qabaq burada yaşayan sakinlər şikayət edirdi. Burada ki, 1-ci Qarabağ qaziləri üçün, veteranlar üçün ayrılmış qəsəbədir. Bütün evlərin kupçaları, sənədləri, hər şey var. Sadəcə yolu bərbad gündədir. Heç kim də baxmır, harada şikayət edirsən, heç kimin vecinə deyil. 30 ildir bu cavablar gəlirdi. Yəni, cavabda bu o vaxtdan köçənlər hamısı şikayət edir. Növbəti növbəti planda həll olunacaq. Amma həll olunmur. Belə də bu vəziyyətdə də qalır. İnsanlar nə əziyyət çəkir burada. Yəni, baxan yoxdur bir sözlə. Çəkiliş də gəlmişdi keçən ili, hansısa TV kanalı idi. Amma heç bir nəticə yoxdur. İnsanlar belə əziyyət çəkir. Yəni, dediyim kimi də, dünən axşam bir dənə çeşka, C-Class Mercedes orada batmışdı gecə ilə. İndi yəqin səhər çıxarıb gedib, hansısa bir ağır maşın çağırıblar.